Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz şagird yoldaşlarım. Bugün efirimizdə insanlığın ortaq evi, həyatın yeganə məlum məkanı, varlığımızın əsas dayağı haqqında danışacağıq. Söhbət yalnız coğrafi anlayışdan deyil, bizi yaşadan, qidalandıran, qoruyan və gələcəyimizi müəyyən edən böyük sistemdən, yer planetindən gedir. Lənkəran rayonu Yuxarı Nədi kənd tam orta ümumi təhsil məktəbinin radiosu Gələcəyin İşığı FM-in sizin növbəti maarifləndirici buraxılışından salamlayır. Mən məktəbimizin 6A sinif şagirdi Məmmədova Mələk bugünkü proqramda 22 aprel Beynəlxalq Yer Günü münasibətilə düşüncələrimi sizinlə bölüşəcəyəm. Əziz dinləyicilər, Beynəlxalq Yer Günü ilk dəfə 1970-ci ildə qeyd olunmağa başlanmışdır. Həmin vaxtdan etibarən bu tarix ekoloji problemlərlə diqqət çəkmək, ətraf mühitin mühafizəsini təşviq etmək və insanlarda məsuliyyətli davranış formalaşdırmaq məqsədi daşıyır. Bugün dünyanın 190-dan çox ölkəsində milyonlarla insan Yer Gününü müxtəlif tədbirlərlə qeyd edir. Bu fakt göstərir ki, ekoloji məsuliyyət artıq qlobal miqyasda prioritet məsələsidir. Yer planeti təxminən 4,5 milyard il əvvəl formalaşmışdır. Onun səthinin 71% su hövzələri, 29% isə quru sahələrdən ibarətdir. Atmosfer təbəqəsi yer kürəsini kosmik radiasiyadan qoruyur, temperaturu balansını saxlayır və canlı həyat üçün əlverişli mühit yaradır. Biosfer adlanan həyat zonasında milyonlarla növ yaşayır. Bioloji müxtəliflik ekosistemlərin sabitliyinin əsas şərtidir. Hər bir canlı növü qida zəncirində və maddələr dövranında özünəməxsus funksiyaya malikdir. Lakin elmi tədqiqatlar göstərir ki, son 2 əsrdə sənaye inqilabının təsiri ilə atmosferə atılan karbon qazının miqdarı kəskin şəkildə artmışdır. Bu artım qlobal istiləşməyə səbəb olmuşdur. Orta temperaturun yüksəlməsi buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinin çoxalmasına gətirib çıxarır. Statistik məlumatlara əsasən son 100 ildə yer kürəsinin orta temperaturu təxminən 1 dərəcədə Selsi artmışdır. Bu rəqəm kiçik görünə bilər, lakin iqlim sistemində ciddi dəyişikliklər səbəb olur. Ekoloji problemlər yalnız iqlim dəyişiklikləri ilə məhdudlaşmır. Meşələrin qırılması, torpaq eroziyası, su ehtiyatlarının çirklənməsi və plastik tullantıların artması da qlobal narahatlıq doğurur. Mütəxəssislərin hesablamalarına görə hər il milyonlarla ton plastik tullantı okeanlara axıdılır. Bu tullantılar dəniz canlılarının həyatını təhlükə altına alır və qida zəncirinə daxil olaraq insan sağlamlığına təsir göstərir. Əziz yoldaşlar, ekosistem anlayışına diqqət yetirək. Ekosistem canlı və cansız komponentlərin qarşılıqlı əlaqəsinə ibarət mürəkkəb sistemdir. Meşə, çay, göl, bataqlıq, hətta kənd təsərrüfatı sahəsinə belə ekosistem sayılır. Bu sistemlərin hər biri öz daxilində balans üzərində qurulmuşdur. Əgər bir element zədələnərsə, bütün sistem pozula bilər. Buna görə də ekoloji mühafizə yalnız təbiəti sevmək deyil, həm də elmi əsaslara söykənən fəaliyyət tələb edir. Azərbaycan zəngin təbii sərvətlərə malik ölkədir. Qafqaz dağları, Xəzər dənizi, geniş meşə sahələri və müxtəlif iqlim qurşaqları bioloji müxtəlifliyi təmin edir. Dövlət səviyyəsində milli parkların və qoruqların yaradılması təbiətin qorunmasına xidmət edir. Bu ərazilərdə nadir növlər mühafizə olunur. Ekoloji monitorinq aparılır və elmi araşdırmalar həyata keçirilir. Bu fəaliyyətlər gələcək nəsillər üçün sağlam mühitin təmin edilməsinə yönəlmişdir. Yer gününün əsas ideyası məsuliyyətli davranış modelinin formalaşdırılmasıdır. Enerjiyə qənaət, su ehtiyatlarından səmərəli istifadə, tullantıların çeşidlənməsi və təkrar emalı kimi sadə addımlar böyük nəticələrə gətirib çıxara bilər. Məsələn, bir ağac il ərzində təxminən 20 kiloqrama yaxın karbon qazını udur və oksigen istehsal edir. Deməli, ağac əkmə aksiyaları yalnız estetik məqsəd daşımır, həm də iqlim tarazlığının qorunmasına töhfə edir. Bərpa olunan enerji mənbələri müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir.
Günəş, külək və su enerjisi alternativ və ekoloji baxımdan təhlükəsiz enerji resurslarıdır. Bu sahədə texnologiya inkişaf atmosferə atılan zəhərli qazların azalmasına kömək edir. Bir çox ölkələr elektrik enerjisinin böyük hissəsini artıq bərpa olunan mənbələrdən əldə edir. Bu tendensiya gələcəkdə də daha da genişlənəcəkdir. Əziz dinləyicilər, Yer günü həm də düşüncə mədəniyyətinin dəyişdirilməsini tələb edir. Antropogen təsir, yəni insan fəaliyyətinin təbiətə təsiri minimuma endirilməlidir. İstehlak vərdişlərimizin rasional olması, ehtiyacdan artıq resurs ifadəsindən çəkinmək ekoloji sabitliyin qorunmasına xidmət edir. Davamlı inkişaf prinsipi iqtisadi artım ilə ekoloji tarazlıq arasındakı harmoniyanın təmin olunmasını nəzərdə tutur. Məktəb mühiti ekoloji maarifləndirmənin başlanğıc nöqtəsidir. Şagirdlər ekoloji layihələrdə iştirakı, ağacəkmə kampaniyaları, tullantıların toplanması aksiyaları həm praktiki bacarıq, həm də sosial məsuliyyət formalaşdırır. Ekoloji təhsil şagirdlərdə yalnız bilik deyil, həm də dəyər sisteminin yaranmasına səbəb olur. Təbiətə hörmət insanın mənəvi keyfiyyətlərini gücləndirir. Elmi araşdırmalar göstərir ki, ətraf mühitin çirklənməsi insan sağlamlığı ilə birbaşa əlaqəlidir. Havanın keyfiyyəti tənəffüs sistemi xəstəliklərinin yayılmasına təsir göstərir. Su ehtiyatlarının çirklənməsi isə infeksion xəstəliklərin artmasına səbəb ola bilər. Bu faktlar göstərir ki, ekoloji mühafizə yalnız təbiətin deyil, həm də insan həyatının qorunması deməkdir. Yer planeti insanlara miras deyil, gələcək nəsillərdən əmanətdir. Bu fikir etik məsuliyyət anlayışını ön plana çıxarır. Əgər biz bugün təbiəti qoruyuruqsa, sabah daha sağlam və təhlükəsiz mühitdə yaşayacağıq. Ekoloji problemlərin həlli kollektiv səylər tələb edir. Hər bir fərdin atdığı addım ümumi nəticəyə təsir göstərir. Əziz şagird yoldaşlarım, unutmayaq ki, gələcəyin alimləri, mühəndisləri, ekoloqları məhz bugünkü məktəblilərdir. Ola bilsin ki, aranızda alternativ enerji texnologiyası yaradacaq, suyun təmizlənməsi üçün yeni usul tapacaq və ya tullantıların azaldılması istiqamətində layihə hazırlayacaq biri var. Buna görə də təhsilə ciddi yanaşmaq və elmi bilikləri mənimsəmək xüsusi əhəmiyyət daşıyır. Bugün 22 aprel Beynəlxalq Yer Günü bizə xatırladır ki, yaşadığımız planet təkdir və əvəz olunmazdır. Onun sərvətləri sonsuz deyil. Rasional idarə etmə və şuurlu davranış gələcəyimizin təminatıdır. Əgər biz ekoloji tarazlığı qorumağı bacarsaq, həm təbiət, həm də cəmiyyət inkişaf edəcəkdir. Mən 6A sinif şagirdi Məmmədova Mələk, Gələcəyin İşığı FM-in radiosunun efirindən hər birinizi Yer gününün ideyalarına sadiq qalmağa çağırıram. Qoy düşüncələrimiz təbiətə sevgi, əməllərimiz isə məsuliyyət prinsipi üzərində qurulsun. Sağlam mühit, təmiz hava və saf su bizim hər birimizin haqqıdır. Bu haqqı qorumaq isə vəzifəmizdir. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti verilişlərdə yenidən görüşmək ümidi ilə. Sağ olun.